İkinci hissə əla xüsusda götürsək belə, 10 maksimum 15 dəqiqə oyun oldu. Top oyunda 15 dəqiqə oldu. Biz deyirik ki, Avropada biz 60 dəqiqə, 70 dəqiqə top oyunda olur, gəlir çempionatımızda 40 dəqiqə, 45 dəqiqə maksimum. 50 dəqiqə bəlkə hansısa bir oyunlarda, Neftçi ilə derbi oyunlarında, bəlkə Sabahla, bəlkə Zireylə belə olur. Qalada oyunlarda 40 dəqiqə mən nə edəcəyik biz? Gəzə-gəzə belə futbol olur, bunları danışmalı. Amma gəlib ki, oyuncular elə ona qırmızı, buna qırmızı, bu nə deməkdir? Yəni, mən bilsə hamıya mən hörmət yanaşırım, hər birinizin fikrinə hörmət yanaşırım, amma sadəcə sanki elə bir məsələ qaldırılmışdı ki, bilmirəm, biz elə bir, nə biləm, Araz Naxçıvan futbolçularını sanki biz döymüşük elə bir, biz onları nəsə eləmişik elə bir. Sən biraz belə və maraqlısı da o idi ki, yenə deyirəm ki, hər gün onun izahı şey oldu, analizi oldu. Hər gün, bütün kanallarda. Bir dənə bilməm, futbol mütəxəssisi dedi ki, bəs belə nəsə bir şey oldu, yox. Ancaq elə bir ki, nəsə bir davliyəni yaratdılar, gəldi, ki, oyun qırmızı verdilər. Və onda hamımız elə gedək, hakimlərin üstündə var, oturub orada UEFA dərəcəli hakim. Orada görmürlər, hər şeyi çox da gözəl görürdülər. Hər şey çox da gözəl. Hakim, mən təzdən baxdım, o bizim öz kameramızdan, həmin epizodu, Kamal Mutlu çox da düzgün oyunu idarə edirdi. Nə mənada, yəni o epizodu gəldi belə, həmin episodda biri yazdı, bilməm, kamerada sibisdə görünür. Gəldi o birisində onu yazdı, gəldi bu, hamısını yazdı, hamısını yerindəcə sarısını verdi, belə, tamam, bitdi, çıxıb getdi. Və hakimlər deməli, onda hakimlər cəzalan versinlər. Hakimlər də qırmızı versinlər bu oyunlara görə. Niyə vermirlər? Qoy Əliyara versinlər 3 oyun, 5 oyun, qoy Kamal Mutlu'ya versinlər 3 oyun, 5 oyun. Məsələn, nəyi demək istəyirəm belə, inanın ki, mənim o qədər bizim oyunlarımız oldu ki, biz məğlub da olmuşuq, nə bilim, heç də eləmişik, onda deyil. Sadəcə belə bəsit şeylər eləmək olmaz. Yəni, bu cür davranmaq olmaz. Yəni, onda mən futbolçularına deyim ki, sənə danışmayayım məndə. Getməyim oyuncular, qoy bizi vursunlar, qoy bizi yıxsınlar. İnan, oyunlar olub, mən oyuncunu buraxmışam ikinci hissədən oyuna, yenidən onu geri çağırmışım, geri dəyişmişəm ki, onu vurublar, onu sındırırlar. Yəni, belə oyunlarım olub mən. Mən bir dəfə etiraz eləmişəm hakimə və yaxud nəsə demişik biz. O qədər olub ki, mən bilə-bilə oyunlarda bəzi oyuncularını buraxmamışam ki, onu sındıracaq, ki, onu vuracaqlar. 10 dəfə vururlar ayağına, 11-cidə gətirir, xəbərdarlıq edir, sonra da sarı verməz. Elə oyuncularımız var, hansı oyuncular qarşı ilə oynayırlar. Mən bir dəfə danışmışam, bunu danışmamışam. Amma gəlib mənə sadəcə qırmızı vermək istəyən verginlə, biz kimlə dedik sonra? Belə sən 5 gün sonra mənə qırmızı vergindən oysa bir oyun, mən nə oldu? Bilmirəm, belə bilsən, elə bir, nəyə görə fikirlərimi deyirəm, yəni, ümumən belə qərarlara, biz hər bir qərara hörmətlə yanaşırıq. Amma bəzən fikirlərimiz də bildirməliyik ki, biraz bir vaxtında onlar, iki, niyə də, yəni, niyə verilməlidir? Yəni, mən elə qırmızı görməmişim. Hələ Xəqanı mənim deyildi ki, 5 ölçü verilməlidir, orada sizdən mübahisə edirdi. 5 ölçüdə belinə belə deyil, Santos'un belə vurmuşdu, tələmişdi belə. Hələ deyildi, verirsə ona verilməlidir. Elvinlə Musa'ya sarı düzgün qərar idi. Səhv vermişəm, mən o epizoda baxdım, elə oldu. Yəni, mən ümumən, yəni, bir dənə gördüm ki, o məsələlər çox şişib, çox böyüyür, ona görə mən öz fikirlərimi o epizodlara baxmağa başladım. CBC-də kimin gündüzün verilişidir, səhv etməmişsə. Bir dənə danışırlar elə bir, sanki elə bir nəsə biz 5 oyuncunu qırmızı verilməlidir. 5 oyuncunu sanki elə danışırdılar ki, elə bir ki, biz oradan hər şey eləyən bizdik. Hansı səbəbə görə də, yəni verilməlidir. Mənim maraqlıdır ki, niyə verilməlidir? Səbəb nədir? Qışqırdı, benzə qışqırdı. Yəni, var, yoxdur elə bir şey. Əksinə belə halların olması mənim üçün xoşdur. Futbolçularımı qıcıqlandırır, futbolçularımı daha da agresiv eləyir. Azərkeşlər daha da agresivləşirlər. Gəlin deyən ki, yox, top alma ondan. Top almırsa sakit dur günə. Necə olur? Biz elə Atletikaya baxsaq, Simeone'yə baxsaq, elə Simeone komandasını hər oyun 5 nəfərə 6 nəfərə qırmızı verməlidirlər. Olmur axı belə. Elə şeylər var ki, bəzən danışmıram, sakit dururam belə, amma görürəm ki, sanki